Hər vaxtınız xeyir olsun. Eşidirəm yəqin ki. Sizi hər birinizi salamlamağa çox şadam. Burada üzrlü səbəblərdən gecikmişik. Üzr istəyirik. Bayaq tələbə matematikdə çıxış elədi. İlk öncə mən təşəkkürümü bildirmək istəyirəm. Biz buradayıq. Çox məmnunuq. Biz düşünürük ki, Misr Azərbaycan Milli Gözəllik Müsabiqəsi və Azərbaycan Model School Peşəkar Model Məktəbi təşəkkür edirəm onlara. Biz düşünürük ki, gözəllik və sağlamlıq əl-ələ gedən bir dəyərdir. Və biz bu sahədə gənclər yetişdiririk, gözəllik və modellik sahəsində. Deməli, mən düşünürəm ki, bu hər bir təlimçinin, müəllimin bir borcudur ki, biz sağlam bir gələcək nəsil yetişdirək. Onların sağlamlıqda mənəvi və fiziki sağlamlığı bizim öncəliyimiz olmalıdır. Ona görə də bizim burada olmağımız mənim üçün çox böyük bir qürurdur. Və bir də vurgulamaq istəyirəm ki, biraz icazə verirsəniz öz uğurlarımızdan danışaq. 2024-cü və 2025-ci il bizim üçün çox önəmli illər oldu. Biz beynəlxalq yarışlarda artıq Azərbaycanı təmsil elədik. Miss Azərbaycan yarışmasının qalibi Dəniz İsmi və Miss Global Azərbaycan olaraq Kamboçada və Taylandda Azərbaycanı təmsil elədik. Bugün burada diplomu almalıydı, sadəcə gələ bilmədi, hələ də vətənə dönmədi, amma vətənə qızıl medalla dönəcək. Eyni zamanda da burada hal-hazırda əyləşən tələbələrimiz sırasında Leyla Məmmədova var. Ukraynanı təmsil edəcək bu yaxında beynəlxalq arenada. Eyni zamanda peşəkar model Mark Kuznetsov var. O da Ukraynanı təmsil edərək iştirak edəcək beynəlxalq yarışda. Və burada hal-hazırda əyləşən tələbəm Aytaç Səmədzadə Pakistanı təmsil edəcək bu il. Hətta Miss Global 2023 nominasiyasına qalib olub. Yəni biz bu bir neçə il ərzində bir çox beynəlxalq nominasiyalar qazandıq. Azərbaycan üçün bu çox böyük bir uğurdur və bizim gənclərimizə mən uğurlar arzulayıram. Və hər birimizə, burada əyləşən hər birimizə və hər bir Azərbaycan gəncinə həm gözəl, həm sağlam olmaq arzulayıram. İlk olaraq Orxan bəyə təşəkkür edirəm diqqəti üçün bizi. Ümumiyyətlə, sağlam bədəndə sağlam ruh olur və bu belə bir maarifləndirən tədbirlərin olması və müəyyən istiqamətdə gənclərimizin sağlam rifaha və sağlam gücə doğru addımlamasının təşəbbüsü bu böyük bir istiqamətdə nümunələndirir və ona görə də belə bir tədbirlərin, belə bir təşəbbüslərin olması gənclərimizi, ümumiyyətlə, müxtəlif insanların bu cür mənfi əməllərdən uzaq durmasına gətirib çıxarır, bir növdə islah olması, peşəkar reabilitasiyalarda dəyişilməsinə. Bizlər Misr Azərbaycan olaraq fikrimin çoxsunu Ayla xanım artıq dedi, beynimizdə olanların çoxsunu dedi. Bizlər Misr Azərbaycan olaraq, Azərbaycan Model School olaraq gənclərin sağlam olmasına və düzgün istiqamətdə inkişaf etməsinə